Salam əleyküm. Mən Hüseynzadə Xədicə xanım. Mənim müraciətim Əli Nağıyevədir. Əli Nağıyev, mənim yoldaşım Hüseynzadə Mirzəfər sənin işçilərindən özünə ağsaqqal deyən adam, nömrəsində elə yazılmışdı ağsaqqal. Mənim yoldaşımı Mirzəfəri çağırıb, saatlarla otaqlarınızda danışdırırdınız. Saatlarla danışdırırdınız Mirzəfəri, xəstə adamı açsız danışdırırdınız saatlarla. İndi Mirzəfər 1-7 aydır həbsxanadadır. Mirzəfəri danışdırdınız, Mirzəfərin telefonunu əlindən aldınız. Siz bilirsiniz mən kimi deyirəm, yaxşı bilirsiniz mən hardan deyirəm. Qalif var idi, Qalif. Onun qabıq kimi soydunuz. Pulunu, parasını aldınız. Nədir ki, bir nəfər var idi, qaynım vurdu. Qohum idilər. Mənim yoldaşımı, amma ki, o ortada mənim yoldaşımı oynatdınız. Hamınız mənim yoldaşımı oynatdınız. Həmən o adam da oynatdı mənim yoldaşımı. O qadın da mənim yoldaşımı oynatdı. Nədir, ondan Qalifdən sözləri aldı. Nəyə görə axı? Nəyə görə mənim yoldaşım indi 1-7 aydır həbsxanadadır. Balasından uzaqdır. Balaları travma aldı. Bizə nə qədər zülm elədiniz siz? Nə qədər zülm elədiniz? Ay Əli Nağıyev, mən nə qədər müraciət elədim. Gəldim idarənizə, dedim xahiş eləyirəm Əli Nağıyevlə qəbuluna düşüm. O özünü ağsaqqal deyən adamlar yalandan dedilər biz orada işləmirik. Yalandan elə dedilər. Amma ki, orada işləyirdilər. Mənim yoldaşımı günahsız yerə şərrədiniz, həbs elədiniz. Nəyə görə, ay Əli Nağıyev, Vilayət Eyvazov, nəyə görə əmr verdiniz polislərinizə, mənim yoldaşımı həbs elədiniz? Polislər mənim yoldaşımın üzünə durdu. Allahdan qorxmadınız? Sənin də 2 balan var, ay Vilayət Eyvazov. 2 qızım var. Mənim balalarım nətər atasızdır. Mənim balalarım nətər göz yaş tökür ha. Sənin o 2 qızın da. Sənin günün o günə düşsün, mənim yoldaşımın gününə düşsün sənin günün. Sənin o 2 qızın da göz yaşlı qalsın. Sənin o 2 qızın qanını yalayasınız, Vilayət Eyvazov. Əli Nağıyev, sən balalarının qanını yalayasan. Mənim yoldaşımı həbs elətdirdiniz. Mənim yoldaşımın telefonu alandan sonra, yoxlayandan sonra adam göndərdiniz. Onun telefonunu qaytarandan sonra mənim yoldaşım martın 17-sində həbs elədiniz, tutdunuz, şərrədiniz. Allahdan qorxmadınız, mənim balalarım nə əziyyətlər çəkir. Mənim balalarım quru çörək nədir, mən tapıb yedizdirə bilmirəm. Mənim yoldaşımı azad eləyin. Necə tutmusunuz, necə şərrədiniz, necə elədinizsə, elə də buraxın Əli Nağıyev. Sizdən oldu mənim yoldaşım. Siz elədiniz. Sənin o yanındakı, sağın solundakı oturan işçilərin elədi. Mənim yoldaşımı aparırdılar, saatlarla danışdırırdınız. Saatlarla sözləri alırdınız. Bu idi sizin hörmətiniz. Bu idi Azərbaycan vətəndaşına bu qədər zülm elədiyiniz. Əli Nağıyev, Vilayət Eyvazov, mən sizə deyirəm, mənim yoldaşımı necə şərrədiniz, necə polislərin durdu üzünə mənim yoldaşımın. Allahdan qorxmadınız, 5 bala körpə balanı, balaca körpə balaları mənim yoldaşımı göz yaşlı qoydunuz. 1-7 ayda balalarının üzünü görmür, balaları atasının yüzünü görmür. Siz o günə düşəsiz. Sizi Fatimə Zəhran'a tapşırmışam. Sizi Hüseynə tapşırmışam. O göydəki bir Allaha tapşırmışam. Mənim balalarım nə vəziyyətdədirsə, siz də o vəziyyətə düşəsiz. Sizin balalarınız o vəziyyətə düşsün. Heç nə demirəm. Sizin balalarınız kef görür. Sizin balalarınız yeyir, kef görür. Ancaq bizim uşaqlarımız. Mənim balalarım kef görmür. Mənim balalarım əziyyətlə böyüyür. Bir gün çörək tapıb quru çörəyi yeyir, səhər o quru çörəyi tapıb yemirlər. Mənim balalarım bax əyin baş ala bilmirəm. Biz o vəziyyətdə yaşayırıq. Mən bu Azərbaycanın vətəndaşıyam. Bu Azərbaycanın
balasıyıq biz. Belə zülm olmaz. Əli Nağıyev, niyə bizə bu qədər zülm elədiniz? Niyə yaxı bizdən nə istədiniz? Mənim yoldaşımdan nə istədiniz axı? Sənin o işçilərin qahdi dedi ki, təmkinli ol Günel. Mən zəng vurub deyəndə dedi, təmkinli olun. Mir Cəfərin məhkəməsindən sonra buraxılacaq. Hanı bə? Hanı? Niyə şərrədiniz? Niyə böhtən atdınız? Mənim yoldaşım nə varmışdı ki? Nə eləmişdi ki? Nədir? Həmən o qadın öz qaynını vurmaqdan ötəri onu soydunuz, qabıq kimi soydunuz. Siz özünüz yaxşı bilirsiniz mən kimi deyirəm. Ondan sonra mənim yoldaşımı həbs elədiniz, tutdunuz. Mənim indi uşaqlarıma mən bir qəpiyim yoxdur, çörək yedizdirəm. Yoldaşımın yanına gedə bilmirəm. Nəyə görə axı? Xəstədir mənim yoldaşım. Neçə dəfələrlə mən müraciət edib demişəm. Ürəyinin qlapanını demişəm, işləmir. Malicə alırdı ürəyinə görə. Böyrəyinin biri götürüb, biri xəstə. Ötdən əməliyyat olunub, gözdən əməliyyat olunub, başda şiş var. Axı bu qədər zülm olmaz da. Nə istəyirdiniz axı ondan? Xəstə adamdan nə istəyirdiniz? Nə verib ala bilmədiniz siz? Mən bu qədər müraciət elədim sosial şəbəkədə. Prezident İlham Əliyevə müraciət elədim. Hanı bə? Hanı mən bu qədər müraciət elədim, amma mənim müraciətimə baxan olmadı. Nəyə görə mənim yoldaşım yatmalı idi? Nəyə görə axı onun körpə uşaqları niyə travma almalı idi? Nəyə görə travma aldılar? Nəyə görə 1 yaşında olan uşağın üzünü görməyib mənim yoldaşım? O uşaq atasının üzünü görməyib 1 yaşındakı olan uşağı, körpə uşağı. Niyə əziyyət verdiniz? Nəyə görə bizə əziyyət verdiniz? Mən bu qədər müraciət eləyirəm. Mən üzümü tuturam, mən ölkəmizin prezidentindən müraciət elədim. 7 aydır müraciət elədim, baxılmadı. Mən üzümü tuturam Ermənistanın prezidentinə. Paşinyandan mən kömək istəyirəm. Mən bu Azərbaycanın vətəndaşı deyiləm onda. Mən bu Azərbaycanın vətəndaşı deyiləm də bu qədər müraciət eləyirəm bu Azərbaycanın vətəndaşı kimi. Baxılmır. Ona görə üzümü tuturam, Paşinyandan mən kömək istəyirəm. Xahiş eləyirəm, Paşinyan mənə kömək elə. Mənim yoldaşım 7 aydır günahsız yerə yatır. Əli Nağıyev kimi onun işçilərin üzündən yatır. Vilayət Eyvaz kimi adama görə mənim yoldaşım niyə görə yatmalıdır? Nəyə görə yatmalıdır? Mən telegrama vurdum Vilayət Eyvazova ki, qəbulundan düşüm. Mən ona deyim ki, mənim yoldaşım günahsız yerə yatır. Hanı bə? Yalandan Qazax rayonuna, polis şöbəsinə, rəisinə zəng elədi ki, Qazaxdan vətəndaş müraciət eləyib mənə, telegrama vurub, çağırın dərdini, örgənin görün nədir? Budurmu? Hanı mənim dərdimə şərik olan Vilayət Eyvazov? Hanı mənə kömək eləyirdin Vilayət Eyvazov? Hə? Hanı bə? Budurmu köməyin Vilayət Eyvazov? Əksini elədiniz ancaq. Mənim yoldaşımın üzünə sənin işçilərin, sənin polislərin durdu mənim yoldaşımın üzünə. Allahdan qorxmadınız? Allahdan qorxmusunuz, 5 dənə körpə uşağın göz yaşlı qoyursunuz. Sizi biz Allaha tapşırmışıq. O göydəki bir tanrıya tapşırmışıq. Vaxt zaman gələcək, siz o günü görəcəksiniz. O bəlanı siz də görəcəksiniz. Amma ki, əl çəkin bu kasıflardan. Günahsız yerə bu əl çəkin. Nə istəyirsiniz axı? Nə istəyirsiniz? Günahsız yerə nə qədər həbs olunubdur. Dindarları həbs eləmişsiniz, jurnalistləri həbs eləmişsiniz. Nə istəyirsiniz axı bu siz? Əl çəkin də bu. Əl çəkin də bu kasıb millətdən. Əl çəkin, qoy rahat yaşasın da bu Azərbaycanda. Bilirik bu Azərbaycan bizim deyil, bu Azərbaycan sizindir. Siz yaşamaq istəyirsiniz, ancaq bizi tapdalayırsınız. Nəyə görə axı bizdən nə istəyirsiniz axı? Qoy biz də yaşayaq da bu Azərbaycanda. Qoy bizim də balalarımız bu Azərbaycan torpağında yaşasın. Bu Azərbaycan torpağında çörək yesin. Nə istəyirsiniz axı? Başa düşürük. Siz məmurlar yeməlisiniz də Azərbaycanın çörəyini. Bizə yemək olmaz bu Azərbaycanın çörəyi. Çünki biz bu Azərbaycanın vətəndaşı deyilik ona görə. Nə istəyirdiniz axı? Bax biz sosial şəbəkəyə çıxıb müraciət edəndə ağzımızı gəlib tikirsiniz. Deyirsiniz, niyə müraciət elədiniz prezidentə? Biz Azərbaycanın vətəndaşıyıqsa prezidentə müraciət eləməliyik.
Nəyə görə bax bizim körpələrimiz nəyə görə ac qalmalıdır? Niyə uşaq pulu verilmir? Uşaq pulu verilsin, bizim bu körpələrimiz də geyinsinlər, yesinlər, bir rahat çörək yesinlər. Budurmu? Budurmu bizim rahatçılığımız? Bizi tapdalayırsınız axı. Ay məmurlar, nə istədiniz axı? Ay Vilayət Eyvazov, ay Əli Nağıyev, mənim yoldaşımdan nə istədiniz? Əl çəkiləcə mənim yoldaşımdan. Günahsız yerə yatır mənim yoldaşım. Xəstə adamı niyə saldınız, həbs elətdirdiniz? Nə günahı nə idi axı? Günahı nə idi? Nəyə görə? Həmən o qaynın vurmaqdan ötər idi mi günahı? Nəyə görə idi axı? Mən müraciət eləyirəmsə, mən kömək istəyirəm, xahiş eləyirəm. Paşinyandan kömək istəyirəm. Mənim yoldaşımı azad eləyin. Mənim yoldaşım günahsız yerə yatır. Mən bu qədər prezidentə müraciət elədim, baxılmadı. Mən ona görə bu Azərbaycanın, belə çıxır ki, mən Azərbaycanın vətəndaşı deyiləm. Mən də yəqin Ermənistanın vətəndaşıyam. Mən ona görə üzümü tuturam. Ermənistandan kömək istəyirəm. Mənim yoldaşımı azad eləyin. Azad eləyin mənim yoldaşımı. Paşinyandan kömək istəyirəm. Çünki mən prezidentə müraciət elədim. Mehriban xanıma müraciət elədim. Vilayət Eyvazova müraciət elədim. Əli Nağıyevə müraciət elədim. O insan qalmadı mən müraciət elədiyim yer. Prezident aparatına qədər müraciət olundu. Getdik, göz yaşı tökə-tökə getdik. Ona baxmayaraq bizə kömək eləmədilər. Nəyə görə? Nəyə görə mənim yoldaşım günahsız yerə tutulmalıdır? Azad eləyin. Tutsaqları azad eləyin. Bəsdirin day, bu qədər tutsaq olmaz. Bu qədər günahsız yerə hamısını şərriyib, həbs eləmişsiniz. Bəsdirin də. Allahdan qorxun, Allahdan qorxun. Bilirik, Allahdan qorxmusunuz, kafirsiniz hamınız. Kafirsiniz. Mən heç nə üzümü tuturam bir Allaha. Mən bu hicabımı açıram. Tapşırıram, bax bu hicabıma tapşırıram. Əli Nağıyev, sən o işçilərini, özünə ağsaqqal deyən adamlarını. Əli Nağıyev, onları Allaha tapşırıram. Vilayət Eyvazov, Allaha tapşırıram sənin işçi polislərini. Qatil polislərin var ha, şər atan polisləri. Onları Allaha tapşırmışam. Mən bu hicabıma tapşırıram. Bax bu hicabıma tapşırıram onları. Allaha tapşırmışam. Bir göydəki Allah, sən onların bəlasını elə verginən. Elə verginən onların bəlasını. Heç deməsinlər bizə hardan dəydi. Kürəyimizdən dəydi o bəla. Deməsinlər onu. Çünki o qədər günahsızları həbs eləmişsiniz. Jurnalistləri həbs eləmişsiniz. Dindarları həbs eləmişsiniz. Allahdan qorxun. Onların ahı sizi tutsun. Heç nə demirəm. Onların körpələrin ahı, onların həyat yoldaşlarının göz yaşları, ahları sizi tutsun. Sizi bir Allaha tapşırmışam.